Valla mənim elə o qədər gözəl müzakirə gedir ki, yeni faktlar ortaya çıxır, yeni hallar üzərə çıxır. Yəni elə baxıram, fikirləşirəm məndə ki, yəni bu briqadanın komanda heyəti hamısı gənclərdən ibarət olub. Belə götürülmüş Qormaz Qarayevin ofisi yaşı yox idi. Balayin müəllimin ofisi belə hamısı gənclərdən ibarət olub, amma o burada böyük əməliyyat keçirdi. Yəni dünya hərb tarixində Qorxmaz Qarayev briqadanın qərargah əməliyyat bölmə rəisi idi. Bəli, Sonradan da yəni zabitlərin hamısı demək olar ki, Çingiz Əliyevdə o dövrdə bizdə zam kombrik olur. Yəni 701-də biz tanıdığımız hamısı gənc zabitlər oxumunda, yəni 40 yaşı olan olmuyor. Mən belə başa düşürəm. İndi söhbət ondan gedir ki, dünya hərb tarixində 1799-da Suvarov alt dağlarını keçir. Sonra 1802-də Napolyon Bonaparte da alt dağlarını keçir. Və üçüncü əməliyyatı bizim briqada aparır. Onlar yayda o işləri görüb, biz qışda eləmişik bu işlər. Yəni bunun özü biraz hakimlərin dedi. Bu böyük qəhrəmanlıqdır briqadan keçdi döyüşdə. Yəni bu tam araşdırılmalıdır. Buna siyasi qiymət verilməlidir. Siyasi və hüquqi qiymət verilməlidir. Çünki burada ölkənin prezidentini, Ali Başkomandanı anladıqlar. Bu böyük cinayətdir. Bunu niyə gizləyək ki? Prezidentdə kimin çıxışı ola bilərdi, desin ki, yanışağı alınır. Bunu Nəcmət Sadıqov, Əli Ömərov ya da Elxan Orucov edir. Elxan Orucov da 15 gündən sonra eləyə bilərdi. Çünki Elxan Orucovun o məsələdə məsuliyyəti yoxdur. Digərində vaxtlarda Rüfət Əmirovun çıxışı olur. 4 nəfərdən başqa prezidentdən buradan çıxış edən adam ola bilməzdir. Yəni buna ağıl müəllim, yenə mən deyirəm, bəlkə də mənim dediyim biraz başqa cür səslənir, amma mən 2018-ci ildə Murovdağa getdim, o daş körpüyə qədər. Mən Murova, Koroğlu'ya baxanda vahimələndim ki, yəni biz belə bir çətin, belə bir, nətər deyim, belə dağları biz keçə bilmişik o vaxtda. Yəni mən baxanda düzü, onda mənim artıq 50 yaşım var idi, 2018-ci ildə. Dedim, yəni biz bunu biz keçmişik buranı, yəni bu cür çətin bir, nətər deyim, yəni təsəvvür olması deyil də bu dağlar. Yəni dağı görməyən adamlar, Balay müəllim yaxşı bilir də. İndi Balay müəllim Kəlbəcəlidir. Biz də elə ömrümüz aslında Kəlbəcədə keçir. Yüksək dağlıq şəraiti görməyən adamlar, bu Kiçik Qafqazın ən böyük yüksəkliyi Qamışdağdır. 3700 metr, 3724 metrdir dəniz səviyyəsində. Yəni bu oksigen də çatışmır. Yəni briqada bu döyüşü aparır. Amma briqadanın elə bir vəzi saldılar ki, güya ki, hamısı xainlərdən ibarət olur. Hətta mən 161 sayılı hərbi hissədə xidmət edəndə orada bir qoca polkovnik var idi. Hər il 4 apreldə bana dedi ki, gələ bilirsən də oranda verdiniz, belə oldu, elə oldu. Və növbəti ildə mən onun cavabını verdim, dedim, valla saqqal kişisən və mən istəmirəm sana söz deyəm. Amma da belə şey danışmır. Yəni insanlar onu qınamır, insanlarda təsəvvür yaranır. İndi biz uzun illərdən sonra bu xəyanətin üstünü aşmalıyıq. Bunu ölkə bilməlidir. Onsuz da biz ölüb gedəcəyik. İndi Rəfiyevə istinad edir, Allah rəhmət eləsin. Rəfiyev dünyasını dəyişir. Hafiz komandir batalyon dünyasını dəyişir. Allah rəhmət Şahin Şahbazov artıyan bizim divizyon komandiri dünyasını dəyişir. Neçə nəfər hələ bilmədiklərimiz, bizim avtosurcman rəisi Mirzə müəllim, Allah rəhmət eləsin. Elə o da Cavankənd dünyasını dəyişir. Və kimlər qalıb ki, bu məsələlərdə iştirak eləmiş insanlar? Bizdən sonra da bu mücərrət bir şey olacaq. Kimsə öz təxəyyülünə baxıb yazacaq nəyəsə. Ona görə də biz bunu tam araşdırmalıyıq, qardaş. Siz böyle bir işə, vaxt gələcək, ağıl müəllim, vaxt gələcək. Ramazan ayıdır, biz gərək hər şeyi doğru dürüst deyək. Valla sizin bu verilişinizin bəlkə də qiyməti nə qədər olacaq? Bu belə işdir, mən bunu belə görürəm. Onsuz da mən yenə deyirəm, mənə qarşı hüquqi müstəvidə çox böyük haqsızlıq olunur. Mən onsuz da bunu məhkəməyə verəcəm. Amma bir də var ki, bir ictimai qınaq da olsun da, bu insanlar, bu Əli Ömərov, Nəcmət Sadıqov, Rüfət Əmirov, Salih İlyasov, sonra birisi, Elxan Orucov, qoy çıxsınlar da ortalığa. Çıxsın desin ki, gəl Ayasodov, sən səhv deyirsən və yalan deyirsən, qərəzli deyirsən. Çıxsın ortaya və mən də sənədləri təqdim edeyim. Görə kim düz deyir? Və buradan elan edirəm, hörmətli əskərlər, qismət Allah verdi, var burada. Sonra başqa əskərlərimiz var. Elxan adlı əskərlər, ümumiyyətlə Bəxtiyar, kəşfiyyatçı, sonra
hamınızdan, əsgərlərlə yəqin ki ayın 20-sindən sonra biz əsgərlərlə də bu barədə söhbət edəcəyik, amma məsləhət olsa bir tabor komandiri dəvət edərəm bura. Bilirsiniz Aqil müəllim. Düzlüş edərik burada. Əsgərlərdən də biri ya Aqil müəllim. İsmət Allah ver deyə Faraqatda yapacaq Turanı, ya da kəşfiyyat Sibətdir. Bəli. Deyir, bir məsəl var, bir anekdot kimdir. Deyirlər ki, bu evdən Allah uzaq eləsin, 3 meyit çıxacaq, hamı nökər üzünə baxır. Nökər deyir biri mən, və qalan ikisi. İndi yaxşı, balay müəllim mən. Biz burada. Yox, gələcək. İntiqam komutan da demək gələcək. O da biraz baxın sizə bir söz deyirəm. Komandir var, atıb vuran, maşallah sizdə ikisi eyni vəhdət təşkil edir. Hər ikiniz həm boyovoy rus dilində üzr istəyirəm. Yəni nətər deyirlər ona? Bacarıqlı, zabit, həm savadlı. İndi inşallah o birilər də gələcək. O biri 4-ün kombatı dişləri ilə bağlı problem var həkimlərdir. Danışa bilmir. Mən də komandir heç vaxt burada çıxartmaram efirə ki, belə zəif danışsın. Yəni belə deyək də öləziyə. Komandir həmişə komandirdir. Yataqda da, ölüm yatağında da, nə bilim, yatanda da komandir həmişə komandirdir. Ona görə istəyirəm, buyurun. Mən Qoçazda biz olanda, məsələn, mən Qormaz Qarayevdən öyrənmişəm, Balay müəllimdən öyrənmişəm, Ağdamlı Talib Mamedovdan uğramışam, rəhmətli İşkərşərovun sumkasını daşımışam Tərtərdə 42 km müdafiə rayonunda, rəhmətə getdi bizim yanımızda, şəhid oldu. Yəni biz bunlardan uğramışıq. Bunlar dəyərli zabitlərdir, kadrlı zabitlərdir. Amma 93-cü ildə bizdə kadr cəmi 13-14% idi, yox idi. Amma biz onlardan öyrənmişik. Yəni mən bir zərrəyəm bu zabitlərin içində. Mən elə qəbul eləmişəm. Sağ olun, bəzi böyle komandirlər də var. Qurban Qurbanov kimi komandir batalyon var. Qurban Qurbanov. Çox komandir batalyon kimi. Bazarlıqlı komandir. Onun yaxşı döyüş səhnələri var. Döyüşlər yetişdirib. Ailə üzr istəyirəm, müdaxilə eləyirəm. Bax, o yetişdirmə söhbəti var da, deyək. Bax, mən öz taburumuzu deyirəm. Mən Qumbaratlılar çıxdım, gəldim. Yerimə qaldı Alışov Feyruz. Düzdürmü? Fehruz orada səhv yazıblar, Fehruz olmalıdır. Yox, onu səhv yaz. Fehruz yoxdur, axı, Feyruz. Şeydə şəxsiyyətdə heylə. Şəxsiyyət səhv yazıblar da. Olmalıdır. Azərbaycan dilinin qrammatikasında Feyruz, Feyruzov, Fehruz yoxdur. Yəni belə bir söz yox. Onlar səhv eləyiblər. Xəlil müəllim dedi ki, şəxsiyyətdə heylə gedib. Allah rəhmət eləsin. Hər halda yəni beləncə yetişmiş komandirlər olub. Bax, mən yox idim. Amma batalyonun heç mən olduğum vaxtdan da, indi o 4 kət mən sonra yola saldılar, getdim. Mən əvəzi qalan komandirin, indi siz orada döyüşdə olmuşsunuz da, orada 800 erməni öldürübsə, bunun hamısını 3-cü batalyonu öldürməyib ki. 1-ci batalyon var, 2 var, 3 var, 4 var, o var, tankovi var, razved rotası var, əlahiddə bunun artilleriyası var, hamının iştirakı var. Bizə ərzaqla, silahla, hamının. Amma indi görün, bax, deyir o Kadırov söhbətinə gəldi. Alışov Feyruz da Kadırov zabitdə öldü. Amma onun elədiyi qəhrəmanlıqdır bu. Amma niyə qiymətləndirilmir? Düzdür, mən indi öz bir cəmiyyətimiz adından, buradan da deyirəm, artıq məktubu da hazırlamışam, hüquqşünas da baxıb, Cənab Ali Başkomandana müraciət eləyəcəyik. O jurnalistlərin əsasları, biz komandirlərin orada, baş qərargahımız var, xəritələr orada, onun hamısını o 5 ildə gözlərimlə ildə 2 dəfə görmüşəm, hara nətər, necə, mənim orada olmama, keçən dəfə biri deyir ki, bala nəsib orada olmayıb, amma o nəsə tab bilmirlər ki. Mən çox üzr istəyirəm, artıq mənim belə həm görürəm, yazırlar, qulağıma çatır, o vaxt bir panik mifləri yayırdılar. Deyəsən, yenə də bəzi insanlar o vaxt o panik miflərin təsiri altındadır. Belə şayələr lazım deyil, filan kəslər. Və çox üzr istəyirəm, demək, bir nəfər yazır və əziz dostlar, dəyərli tamaşaçılar, yazırsınız ki, demək, biz şəhidlərlə bağlı burada araşdırma, mən yenə də deyirəm. İcazə verin bir də deyək o var. Bir də onu deyək ki, siz
Bax burada bir nəfər var yazıb. Mən onu sizinlə danışdırdım. Dayısı ilə bağlı. İndi yenə yazıb. O ikinci taburda olubdu. Gizir olub çox onun dayısı orada o biz təminat tabını deyirik. Xozvodun komandiri olub, çox bacarıqlı, Laçında olub. Mənə çıxdılar, mən kombata çıxdım. O adam tapılıb, dəfn olunub, ancaq o vaxt qoymayıblar Naxçıvana nəysə. Bir nəfər yazıb burada 701-də olub, komandiri səhv etmirəmsə Gürcüstanlı olub 94 fevral ayında. Bu şəxs də yazıb. Görək bu kimdir? Bir dəqiqə bunu suallara və buradan elan edirəm, əskərlər belə informasiyaları əskərlərdən almaq olar və daxili bir 701-in keçmiş 701-in araşdırma qrupunu yaradarıq. İsmət Allah verdiyə, Bəxtiyar Quliyev, Vahid Məmmədov, siz əskərlər, mən sizə buradan səslənirəm. Maşallah, indi hərəniz müəllim işçi sahibisiniz, amma elə o vaxtın əskər. Alo, salam, hər vaxt xeyir olsun. Hər vaxtınız xeyir olsun, Aqil müəllim. Səngər TV-nin canlı yayımındayıq. Siz sual vermişdiniz bizə. Demək, sizin dayınız hansı taborun əskəri olub? 701. Deməli, 701-də olubdur, 94-cü ilin fevral ayında. Bu axırıncı Kəlbəcər əməliyyatı oldu. Deməli, mənim dayım Naxçıvanın Şərurayın Mahmud kəndindəndir. Oradan gətirdilər Pirşüşkə, oradan sonra deməli gətirdilər 701-ə promoy. Sizdən danışdığımızda bunun qohumudur. O ikinin komandiri ilə danışan o Siz adamdır. ikinin komandiri ilə danışıbsınız İntiqam Məhərrəmovla. Gizirdə dayısı. Gizirdir dayınız. Yox, əskər olubdur. Məmmədov İlham Məmmədoğlu. Məmmədov İlham. 74 təvəllüddür. Yox, onu 74 təvəllüd. onu biz əskərlərlə görüşəndə biz efirdən siz deyərsiniz əskərlərlə müzakirə eləyərik. Yaxşı? Yəni bu Nəcməddin Sadıqovgilin vaxtında olub da. Yəni bu 131 ildir. İnansız yəni. Yox, Nəcməddin 2020-ci ilə qədər orada olub. Yox, burada indi deməyək kimin vaxtı, hansı briqadada olub, hansı taborda, əskər yoldaşları, itkindir də, düzmü? Deməli, belə bir məlumatda oldu. Deməli, birinci diviziyonda 701-in birinci diviziyonda Qurban müəllim var. Qurbanov, Gürcüstanlı. Komandiri olub, səhv eləmirəmsə. Birinci tabor, o tabor komandiridir. Bizi izləyir, efirdə olub, yenə də gələcək. Biz onunla da bağlı müraciət edərik. Təxmini bilirik ya, yəni Qurban müəllimi təxmini bilirik ki, yəni orada olub. Dedilər ki, Qurban müəllim olub komandiri. Onda onlar efirə gələndə efirə qoşularsınız, oldu mu? Oldu. Sağ ol. Aqil müəllim, icazə olar. Bəli. Mən xahiş eləyirəm, tabur komandirinin taburda olub 370, 400, özdə o bugün, məsələn, bəlkə də bugünkü zabitlərimiz bizim bu deyirlər ki, hələ də bəlkə də o vaxtı görməyən bugünkü cavan zabitlər bəlkə də fikirləşir ki, özünüz bilirsiniz ki, orduda tək əskər hazırı, yəni ordu hazır olmalıdır döyüşə. Tək əskər hazırı, manqal, tağım, vızvod ən az biri 6 ay, ondan sonra hamını tanıyır. Döyüşün gedişində komandir batalyon, bax, efirdədir, Gəray müəllimdir. Gəray müəllim tutaq ki, Meydançayda döyüşür, 5 nəfəri şəhid olub, 2 yaralıdır, təxliyə olunur. O da gəlir, orada həkimlər də onları çeşitləmə deyirlər, ağrı ora göndərirlər. Oradan briqadadan çıxırlar ki, 30 nəfər göndərdim, Gəray sizə. Gəray da baxır ki, aha, falan rotaya 20 nəfər, 30 nəfər gəlir, çıxır Meydançaya. Meydançayda 20 nəfər ora, 5 nəfər bura, 3 nəfər bura. Yəni, bilirsiniz, bugünkü standartla durub, dünənki standarta baxmaq olmaz. Vallahi billahi, mən indi sonradan da xidmət eləmişəm, qərargahda da, briqada komandiri olmuşam. Əcdaha olublar, həqiqətən əcdaha olub. Mən indi 701-də xidmət eləmişəm, 703-də olmuşam, 702-də də keçmiş, briqadalarda, özdə böyük vəzifələrdə olmuşam. Səfər Əbiyev məni çox böyük vəzifələrə qoyub. Ən axırda da lap böyük vəzifəyə təyin eləyib. Yəni, o əskərlər soruşur kombatdan. Mən yenə dedim, bax, mən Kəlbəcər batalyonunun komandiri olmuşam. Bütün Kəlbəcərlərin nə qədər şəhid var, adan ziyə qədər, bütün siyahlar hamısı icra hakimiyyətində var. Belə internetə də vuranda 400 neçə nəfər bizim Kəlbəcərdən şəhiddir,
222 nəfəri 1-ci Qarabağ savaşının şəhididir. 35-36 idi rəqəmlərdə səhv eləyərəm. 2-ci Vətən savaşında oradadır. 4 nəfər, 5 nəfər antiterrordadır. İndi rəqəmlərdə 5. Adan Ziya kimi var. İtkinin adı var. Gürov əgər düşürsə qırmızı xaçla o varsa var. Yəni burada komandir batalyonlar biraz biz araşdırırıq Murovdağ xəyanətini. Murovdağda kim bu xəyanəti yerinə yetirdi? Kombat biz qutarırıq. Bizdən sonra inşallah brigada komandiri sağdır. Qərargah rəisi var, zam komandiri var, siyasi işlər üzrə mavin var. Azad müəllim rəhmətə gedib, Allah rəhmət eləsin. Ondan sonra indi orada ən çox Elxan müəllimin adı çəkilir, Orucovun, sonra Ürfət Əmirovun adı çəkilir, Əli müəllim Ömərovun adı çəkilir, bir də baş qərargah rəisinin adı çəkilir. Hələlik ora kimi, indi o Məmməd Rəfi də yəqin yaşayır, o da oradadır. Araşdırma xəyanət bu. Amma indi bayaq Aqil müəllimlər, mən belə bir təklif elədim ki, komandir batalyonlar bir-bir burada olanda, komandir batalyon və özünün tağım komandiri, əskər heyəti ilə o döyüş epizodları belə gedər. İndi bayaqları bizim sağ olsunlar, danışdı bizim çox cəngavər gizirimiz haqqında, o birinci. Buradadır, o danışıların hamısı bax burada yazılıbdır. Bütün Adan Z'yə. Bax o tavrı idarə edən, valla nə Gəraya qəhrəmanlıq lazım deyil, nə Qurban Qurbanova lazım deyil. Burada sizə də yazırlar ki, bəs Balay müəllimə xahiş edirik ki, əskərlərinizdir ki, adla təltif olunsun, fəxri adlarla. Mən də təklif edirəm ki, cənab polkovnik Nəsibov Balay müəllimə fəxri ad verirsin. Qismət Allah verdi. Sağ olsun. Təşəkkürlər. Qismət Allah verdi. Məndə həm də Facebookda dostluğumda varsınız. Çoxdan mən Miqat saytının o baş redaktoru idim. Elə o vaxt mənim yazılarımı oxuyurdunuz. Və mən sizdən xahiş edirəm, əskərləri bir yerə toplayın. Ayın 20-sindən sonra komandirləriniz bir komandir özdə faraqatla zatla çıxacaq. Faraqat bununla çıxacaq. Yaxşımı? Hamınızdan xahiş edirəm, əskər qardaşlarımız. Və mən təklif edəcəm ki, o 701-in bir araşdırma qrupu yaradağın. Orada əskər də olsun, zabit də olsun. Mən təklif edirəm mən. Mən sizə informasiya dəstəyi verirəm, yaradıcılıq dəstəyi verirəm, amma belə deyək də dəstəyi verirəm, təklifi verirəm, məni başa düşün. Bəlkə də indi çoxu da deyəcək ki, ən yaxşı təklif vermək asandır. Siz o pasportun, o hərbi hissənin pasportunu çıxardın, 701, bu dövlət səviyyəsində olmalıdır, dövlət. 701 sayılı hərbi hissənin pasportu. Biz bunu müzakirə edək, biz bunu Cənab Ali Başkomandana müraciət edək ki, 2020-ci ildəki fəaliyyətinə görə yox, 1-ci Qarabağdakı savaşındakı fəaliyyətinə və 2-ci Qarabağdakı qalibiyyətlərə bir qələbə zığırı atsan, brigada kimi buna qəhrəman alay, qəhrəman brigada adı verilsin, təltif olunsun. 2020-ci ildə 701-də şəhid olan qəhrəmanlarımıza Allah rəhmət eləsin, onlar da qəhrəmanlıq göstərirlər. Sadəcə indi söhbət 701 sayılı brigadanın 1-ci Qarabağdakı fəaliyyətindən gedir. Lazım olarsa inşallah 2020-yə də bir müraciət edərik. Baxalım, bizim o qəhrəmanlıqda, indi o xəyanətdə döyüşdü, hamı orada qəhrəmanlıq göstərilən, mən yenə deyirəm, sağ olsun Qismət bəy, bugün qəbri bilinməyən, o əziyyəti çəkən tabur komandiri, mən hərbidə də mən ona görə yox ki, və biraz da belə demək, o adamı mən ilk Kəlbəcərə gələndə rabitədən baxdım, duruşundan, baxışından baxdım ki, bundan zabit olacaq. Onu yetişdirə gətirirdik. Hansı ki, mən gedəndən sonra ştatla, əmirlə o komandir olasıydı. O komandir əvəzi də qaldı. Mənlə də artıqlaması ilə orada qəhrəmanlıq elədi. İndi burada da biz xahiş edirəm, bizim əskərlərdən başa düşmək hamımız mən elədik. Bütün o nailiyyəti gətirən komandirlər olub, siz əskərlərin də hesabına biz
zabitlər onu həyata keçirə bilmişik. Qəhrəmansınız siz hər biriniz. Amma ki, heç vaxtı mən heç zaman deyə bilmərəm ki, mənim komandirim mənim yanımda oldu. Mən komandirimin, generalının yanında ola bilərəm. General mənim yanımda ola bilməz. Biraz bu bəzi hərbi terminlərdə də səhvlərə yol verməsək daha yaxşı olar. İnşallah. Və əziz tamaşaçılar, dəyərli izləyicilər, çox maraqlı söhbət gedir. Mən sizə təşəkkür edirəm. Yazın, bəyənin, paylaşın. Bax, burada mən elan edirəm, 2-ci taborun komandiri İntiqam Məhərrəmovun taborunda çox peşəkar bir bölük komandiri olubdur. Gülağa səhv etmirəmsə, mənə də yazıbdır, amma adını bilmirəm. Yəqin ki, İntiqam komutan bilər mən kimdən. Maşallah, mənə də o qədər zəylər gəlib. Hələ bax, bu qədər də zəylər var. Yəqin ki, İntiqam komandirə deyəcəm ki, elə ondan birgə çıxar. Bütün kombatlar, bölük komandirləri, bu araşdırmanı yekunlaşdırandan sonra Səngər TV nə üçündür? Səngər TV həm ideologiyamızın, həm hərbimizin, dinimizin, dilimizin səngərində dayanan kanaldır. Yəni, bugün hökman deyil, hərbi olsun. Bu yaxınlarda dilimizlə bağlı Ayaz Salayev axmaq bir fikirlər səsləndirdi. Gecə saat 1-də, 2-də mənə professorlar zəng vurur, cavablandırıram. Dünənlərdə Şahbaz Muradov, 88 yaşlı professor, akademik, belə barıtın da bol elədi. Olsun, bu dilimizin səngəridir. Ben buradan salamlayıram hörmətli professorumuzu. Yəni, biraz aktiv olağım, tək də mənə arxayın olmayın və mən sizlərdən də kömək istəyirəm. İndi Gəray komutan, birazdan yəqin ki 2 saatdan sonra iftar vaxtıdır, 2 saatda efirdəyik. Sizin də işiniz var, komandirin də işləri zadı var. Özümün də işim var, amma mənim işim yalnız iftar açılana qədər ancaq biraz təmiz havada gəzmək, bağda, bağçada və buradan mən təşəkkür edirəm Ərəstun Məmişov, dəyərli qardaşımız, bizim izləyicimiz, hamısına, bütün izləyicilərimizə təşəkkür edirəm. Hörmətli Ərəstun Məmişov, siz o əskərlərlə bir əlaqə saxlayın, növbəti efir olacaq orada, efirə qoşulmaqdan ötürü. Bütün burada tamaşaçılarımız var, çoxdur, maşallah olsun, ad çəkə bilmirəm. Mən Ərəstun Məmişov ona görə qeyd edirəm ki, Ərəstun Məmişov bizə çox bir mənəvi dayaqdır burada, yəni bizim əməkdaşımızdır, bizim qardaşımızdır və hətta bizim rejissorumuz da bir məsuliyyət hiss edir ki, Aqil müəllim, bax Ərəstun bəy oradan dərhal baxır ki, filan kəslər efir mədəniyyətinə xarakteri olmayan bir hərəkətlər nümayiş elətdirir. Sağ olsun, mən buradan salamlayıram Ərəstun qardaşımızı və həm də Ərəstunun özü 1-ci Qarabağ savaşında, oğlu 2-ci Qarabağ savaşında döyüşübdür. Bizim tamaşaçılarımız var, burada xanımlar var, Allah onların canını sağ eləsin, döyüşçülər, mən birinin adını çəksəm, birinin adını çəkməsəm inciyərlər, ona görə də çox da inşallah bir gündə elə tamaşaçılarımızın özü ilə bu mövzulara toxunacaq. Neydi, 2 saatdan da çox defirdəyik, mən elə gəl ki, yekun onda deyin, nəsə sözünüz varsa. Bir daha təşəkkürümüzü bildiririk Səngər TV. Mənim bir xahişim odur ki, tabur komandirləri araşdırma səviyyəsi, ondan sonra ondan yuxarı səviyyə, sonra ondan yuxarı, sonra ondan yuxarı. Bununla da məsələ həll olunacaqdır. Ondan sonra isə mən xahişim nədir? Mən tabur komandiri gəlirəm, 3-cü taburun komandiri, sıravi əskərimizdən tutmuş, indi Allah şükür hamısı ağsaqqal, müəllim, nəvələri. Mən otururam burada, döyüş epizodları ilə danışırıq. Bəli, əla. Bu belə, hansı şəhidimiz necə oldu, necə onu çiynində çıxartdı, kimi hara, bu daha. Çünki bu araşdırmada, bu məsuliyyətdə, bu xəyanətdə əskərlərimiz nə xərtə bilirdi, nə xərtə görürdü. Əskərlər gördükləri zülümdən danışa bilərlər ki, onları orada zülüm çəkdilər, onların ayağı dondu, onları niyə biz komandirlər, indi əskər deməyəcək ki, əskər mən Balay Nəsibov tanır ki, Balay Nəsibov mən nə yapardı ora? Məsəl üçün, belə. Ona görə bu format burada Bakı Qazilər Birliyi yazır ki, Gəray Əsədov S-200 raketlərinin alınmasında SSR-nin Qafqazda ən böyük sursat bazasının
götürülməsində, Azərbaycanda ən böyük silah bazası Zazalının alınmasında möhtəşəm qəhrəmanlıqlar göstərir. Bir tamaşaçı yazır. Və S-300 raketləri, bununla bağlı Fuad Rızayev mənə zəy vurmuşdu, Qurtuluş, bu da zəy vurur. Amma bir tamaşaçı yazır, Bakı Qazilər Birliyi. Fuad Rızayev Qurtuluş batalyonunun yaradanlardan biri olub. Mən bu araşdırmalar bitəndən sonra ondan danışacağım. O da informasiya, böyük bir informasiyalara malikdir. Onda sağollaşalım mı? Gəray bəy, sizin nəsə bir sözünüz var mı, əziz insan? Çox sağ olun, çox məsullar oldu. Mən elə Fuad Rızayevi də salamlayıram. Çünki ilk Azərbaycan ordusu silah arsenalını təkmilləşdirən Fuad Rızayev olur. Yəni 91-ci ilin axırında artıq Qurtuluşda 1000-dən artıq atıcı silah var idi, BTR var idi. Bunu biz Rusların əlinə alırdıq, bazalardan götürürdük o vaxtlar. İndi o sonranın mövzusudur. İnşallah bir vaxt ayla onu da deyərik. İnşallah danışarıq. Zazalı, Uzundərə, sonra S-200'lər, bu Stans Mingəçevilə biz götürmüşdük. Yəni onları sonra Ruslara təhvil vermədik. Yəni onu saxladı, biz Azərbaycan arsenalına verdik. Yəni Azərbaycan ordusu o dövrdə qeyri-qanun olsa da biz Rusların bazalarından o silahları hərəkət etdirdik və 28 dənə avtomobili biz gətirdik. Yəni bunun hamısında Fuad Rızayevin müstəsna rolu oldu. Yəni Qurtuluş batalyonunun silahlanmasında və digər ərazilərdə də olan batalyonlara biz silah verirdik. Mən bir şey qeyd edeyim, Aqil müəllim. Valla biz o qədər Balay müəllim ətraflı danışır, mən də yorulmuruq. İndi oruc olsaq da ümumiyyətlə, Ramazan ayıdır, oruc insanlar var. Bu, məsələn, biz söhbətin geçişində mən deyirik. Amma biz o məndən çox uzaq. Yəni, biz bu xalqımızın bir zərrəsiyik. Öz üzərində düşən işi çox yerinə yetirdik. Yəni, Allah təkəbbürə yazmasın da. Yəni, biz o söhbətin geçişində mən deyirik. Amma biz belə götürəndə bu xalqın da içində bir fərq olaraq biz döyüşlərdə iştirak elədik. Və əsgərlərimiz də fəaliyyəti demək olar ki, hamısı qəhrəmanlıqlarla keçdi. Yəni, fərdi olaraq qəhrəmanlıq göstərdilər. İndi Bəyək Balay müəllim deyir, o tək əskərin eğitimi deyirlər də, o əskərin hazırlanması, sonra manqal. Yəni, doğrudan bizim əskərlərimiz də peşəkar əskərlərdir. Yəni, 2 il o ərazilərdə olub. Və Balay müəllim çox düz deyir, biz, o döyüş əmri ortada yoxdur, Müdafiə Nazirinin döyüş əmri yoxdur, Murova kim əmr verir ki, irəli döyüş. O olmuyor. Onu bir raltaya tapa bilmədilər. Elxun Orucovu ora göndərmə əmri də yoxdur. O da yoxdur. Və bu prezidenti allatmaq artıq 3-cü epizoddur. Yəni bu xəyanatı araşdırmaq lazımdır. Biz bunu araşdıraq. İnşallah araşdıracağıq. Sonra fərdlərin qəhrəmanlığına biz qiymət verirlər. İnşallah xalqımız da qiymət. İnşallah. Çox da olmalı. Təşəkkürlər və minnətdaram və əziz tamaşaçılar. Bir daha demək, Gəray Əsədovu təqdim etmə ehtiyac yoxdur. Balay Nəsibov da o cümlədən artıq siz bilirsiniz ki, Səngər ailəsinin həm də bir üzvləridirlər. Əvvəl qonaq kimi gəlmişlər, indi dostlaşmışıq. Nə mən onlardan ayrıla bilirəm, nə onlar məndən. Səngər dostluğunuz, belə deyək də, fəlsəfəsi də, fəziləti də həm də budur. Həmişə deyirəm ki, uzun olur Səngər gecələri, bir də qürbət gecələri. Ən şirin yediyim, belə biraz yekəxanalıq olmasın, ən belə dəbdəbəli restoranlara indi özümün pulum olmasa da dəvət eləyib getmişəm, amma ən dadlı yediyim Səngərdə olan yeməkdir. Səngərdə. Yəni heç vaxt o dadı mənə verə bilən ikinci bir yem yoxdur. Yəni bugün darıxmışam o Səngəri, vapşe də deyirəm, üzr istəyirəm. Bir gün inşallah gedərik, əskərlərlə görüşüb, onlarla bir tikə orada əskər, Səngərin özündə yemək yeyərik. İndi Gəray komutan, tamaşaçılar da deyir ki, bunlar oruç tutubdu, fikirləri ilə ancaq yemək. Aqil müəllim, gələcək. Təşəkkür edirəm. Belə bir plan yayda mən nə istəyərdim? Bu Səngər TV ilə o artıq bizdədir torpaqlar. Gedib o olduğumuz yerlərdə çəkiliş eləmək. Gedərik, inşallah gedərik. Natiq Qasımovla bağlı bizim araşdırma aparmışdıq. Yəqin ki, yaxınlarda o ailələri də xahiş edəcəm.
gedəcəyik Ağdamda bir ziyarətimiz var. O ailələri aparıb övladlarının, qardaşlarının şəhid olduğu yeri, 6 şəhid ailəsi var. Bir də Natiq Qasımovun qardaşı. İndi demişəm, yəqin ki Ramazan ayı bitsin. Bir səfərimiz var. Sonra da gedərik, oradan çəkilişlər edərik.